Salam hörmətli izləyicilər. Bugün mən çox bir vacib mövzu ilə bağlı sizin üçün canlı yayım açmışam və istərdim ki, bu canlı yayıma qoşulanlar çox olsun və izləyicilərimizin sayı artsın. Çalışacağım mütəmadi olaraq TikTokda canlı yayımlar açam və sırf maarifləndirici mövzular üzərindən. Deməli, bugün mən istərdim ki, burada indi düz 2 dəfədir canlı yayım açıram TikTokda. Bilmirəm əslində burada necə olur. Dinləyicilər, TikTok canlı yayımı izləyənlər burada baxacaqlar hansı ki bizim canlı yayımıza. Sırf bizim tibbə aid müalicəvi, profilaktik, maarifləndirici videomuzu və canlı yayımımızı görəcəklər. Buradakı dinləyicilərin və izləyicilərin sayı artdıqca təbii ki yeni canlı yayımları mən sizin diqqətinizə çatdıracağam. Və bizdə burada canlı yayımda bildiyim qədərilə suallar olacaq, hansı ki izləyicilər tərəfindən veriləcək və onları mən çalışacağım hər birinə cavab verim. Qoşulanları salamlayıram və yeni qoşulanlara bildirmək istəyirəm ki, bugün əsas mövzumuz nədən ibarət olacaq. Bilirsiniz ki, bilməyənləri də nəzərə çatdırmaq istəyirəm ki, 24 aprel və 30 aprel tarixi dünyada immunlaşdırma həftəsi kimi qeyd olunur və bu ümumdünya immunlaşdırma həftəsidir. Hansı ki, biz immunlaşdırma həftəsində bütün peyvənddən qıraqda qalan bütün övladlarımızı, uşaqlarımızı peyvəndə cəlb edirik. Çünki bu çox vacib bir məsələdir və valideynlər bunu diqqətli bilməlidirlər. Niyə? Çünki biz digər yerlərdən məlumatları oxuyuruq, öyrənirik. Hansı ki, elə məlumatlar var ki, onlar heç bir sübutu yoxdur, heç bir əsası yoxdur. Google məlumatlarında və ya da digər məlumatlar, hansı ki biz məlumat əldə etdiyimiz saytlar ki var, oradan götürürük. Hansı ki bu məlumatların heç bir elmi əsası yoxdur. Valideynləri, gənc analarımızı, atalarımızı çaşqınlıq içərisində saxlayır və mən çox istəyərdim ki, yeni ailə quran insanlar, övladları kiçik yaşda olan valideynlər daha doğru və düzgün məlumatları bilsinlər və öyrənsinlər. Hansı ki o məlumatlar onların övladlarının sağlamlığı üçündür və onlar dərk etsinlər ki, bu peyvənd hansı ki övladlarımızı müxtəlif xəstəliklərdən qoruyacaq, onlar üçün çox vacibdir. Və mən bir həkim olaraq, bir pediatr olaraq bu əsaslanmış və eyni zamanda sübutlara yetirilmiş məlumatları diqqətinizə çatdırmaq istəyəcəm və bu bir həftə müddətində çalışacağım ki, həmin virus infeksiyalar, bakterial infeksiyalar, hansı ki immunlaşdırma ilə biz qarşısını ala bilərik, onları sizin diqqətinizə çatdırım və istərdim ki, əgər suallarınız olacaqsa, bu TikTok vasitəsilə, canlı yayım vasitəsilə öz məlumatlarınızı, öz suallarınızı burada qeydləsiz və mən bildiyim qədərilə burada oxuyacağım və onlara cavab verəcəm. İlk canlı yayımda açmışam və əgər bu canlı yayımımız maraq doğurarsa, mən çalışacağım ki, hər gün canlı yayım açam və sizə bir pediatr olaraq uşaqların sağlamlığının qorunması ilə bağlı, eyni zamanda onlarda hər hansı bir xəstəliklər, o xəstəliklərin profilaktikası, düzgün müalicə üsulları, yanlış müayinələrin olmaması ilə barəsində elmi əsaslarla sübut olunmuş, eyni zamanda düzgün əsas mənbələrə əsaslanmış məlumatları sizlərin nəzərinizə çatdırmaq istəyirəm. Baxıram ki, burada artıq izləyicilər var. 40 nəfərə yaxın adam var burada artıq. Yəqin ki, sayıları da artacaqlar. Deməli, hörmətli dinləyicilər və izləyicilər, mən pediatr Aygün Cəfərli, yəqin ki, mənim TikTok səhifəmi görmüsünüz. Mən orada çox maarifləndirici və eyni zamanda insanları maraq kəsb edən videolar və eyni zamanda düşüncəmizi, ruhumuzu, əhval-ruhiyyəmizi artıracaq müxtəlif videolar və eyni zamanda məlumatlar paylaşmışam. Hansı ki peyvəndlə bağlı mənim keçən il mütəmadi olaraq video roliklərim var idi. Hansı ki TikTokda var bunlar. Öz səhifəmə girib və baxa bilərsiniz. İnsanları və eyni zamanda valideynləri çaşdıran, doğru bildiyimiz yanlış olan sualların ətrafında müəyyən video roliklər çəkib paylaşmışdım. Əsas onu demək istəyirəm ki, deməli bu həftə xüsusən də dünyada immunlaşdırma həftəsi kimi qeyd olunur. Yəni əsas məqsəd ondan ibarətdir ki, insanların bütün nəzərini
fikrini, diqqətini bu həftəyə yönəltməkdən ibarətdir. Niyə? Çünki insanlar bilməlidir ki, hansı ki xəstəliklər var bizi əhatə edir və virus infeksiyalar olsun, bakterial infeksiyalar olsun, bu xəstəliklərdən qorunmağın yolları var. Düzdür, bəzi hallarda elə xəstəliklər var ki, biz onlar üçün peyvəndlər yoxdur, amma bizim ölkəmizdə 11 xəstəlik var ki, hansı ki, həmin 11 xəstəliyi biz müdafiə edə bilərik, uşaqlarımızı qoruya bilərik, onları bu xəstəliklərin caynağından rahat şəkildə qurtara bilərik. Uşaqlarımız bu xəstəliyə ya tutulmazlar, tutulsalar belə, demək olar ki, az hallarda biz müşahidə edirik, o xəstəlikləri daha yüngül keçirdəcəklər ki, hansı ki, demək olar ki, heç ruhu da inciməyəcək. Məhz uşaq doğulandan 6 yaş daxil olmaqla bir çox peyvəndlər var və mən onlar haqqında çox titiz məlumatları burada deyəcəm, istəyirəm nəzərinizə çatdıram. Və mən çox xahiş edirəm ki, bu canlı yayımlarda suallarınız verəsiniz, sizi çaşqınlıq içində saxlayan, sizi bilmədiyiniz və yaxud da ki, qonşudan, xaladan, oradan, buradan öyrəndiyiniz məlumatlar ki, hansı ki, sizi hər zaman narahat edir, onları sual kimi ünvanlaya bilərsiniz və ya direktə yaza bilərsiniz ki, Aygün xanım, bu suala cavab verə bilərsinizmi? Və digər və yaxud da ki, lazım olarsa biz öz əlaqə nömrələrimizdə qeyd edərik ki, o suallarla bağlı bizlərə müraciətləriniz olsun və sizi doğru yolda yönləndirək, bizlər üçün də xoş olar. Deməli, uşaq ümumiyyətlə dünyaya gəlməmişdən öncə əvvəlcə planlaşdırılmalıdır. Yəni, ana, ata arasında bir ailə bağları olmalıdır, bir planlaşma olmalıdır. Ailə sağlamlıq mərkəzləri tərəfindən eyni zamanda ailə planlaşdırılması aparılmalıdır ki, uşaqlarımız sağlam dünyaya gəlsin. Təbii ki, uşağın sağlam dünyaya gəlməsində sağlam ata və sağlam ananın olması çox mütləqdir. Niyə? Burada təkcə sağlamlıq deyəndə biz fiziki sağlamlığı təbii ki, nəzərə almırıq. Burada eyni zamanda biz sosial və həmçindəki psixoloji sağlamlığı diqqətdə saxlayırıq. Çünki ana, atanın təkcə vizual olaraq sağlam görünməsi heç də o demək deyil ki, bu adam sağlamdır. Təbii ki, onun ruhunun sağlam olması, düşüncələrinin sağlam olması, sağlam qidalanması, sağlam insanlarla münasibət saxlaması, sağlam ailə həyat tərzinə malik olması çox önəmlidir. Çünki yeni dünyaya gələcək körpə məhz bu ailədə böyüyəcək, bu ailədə olacaq. Ona görə də bu övlad üçün vacib amillərdən biri hesab olunur. Və dünyaya gəlmiş övladımızın daha da sağlam olması üçün təbii ki, dövlətimizin qanunları var, müxtəlif prioritetlər var ki, hansı ki, dövlət proqramları var. Həmin o dövlət proqramlarının əsasında biz o peyvəndlənmə, digər sosial proqramlar var ki, onlardır, dövlət proqramları, müxtəlif icbari tibbi sığorta, insanların sağlamlığının deməli keşiyində durması üçün müxtəlif proseduraların həyata keçirilməsi, hansı ki, biz bunları mütəmadi deyirik, maariflənməsini həyata keçiririk. Məsələn, mənim öz şəxsi YouTube kanalımda izləyə bilərsiniz ki, orada mən nə qədər sayda canlı yayımlar açmışam ki, hansı ki, bu canlı yayımları çox insanlar bilməlidir və bu haqda məlumatlar olmalıdır ki, bilsinlər. Çünki bəzi hallarda insanlar heç bəzi məlumatlardan xəbərdar deyirlər ki, bundan necə istifadə etsinlər, necə yönlənsinlər, necə müraciət etsinlər, hara müraciət etsinlər və haçan müraciət etsinlər. Uşaq dünyaya gəldi. Uşaq dünyaya gəldiyi anda əvvəl bizim dövlət proqramımızda fərqli günlərdə idi, amma indi yeni cədvəlimiz var və yeni cədvəl əsasında biz uşaqların peyvəndlənməsini həyata keçirdirik. Mən bir həkiməm, pediatram, sahə həkimiyəm və uşaqların sahədə olan uşaqlarımızın peyvəndlənməsini həyata keçirdirəm və öz sahəmə cavabdehəm. Amma təbii ki, digər uşaqlara ulaşmaq, digər peyvəndlərin kənarda qalan uşaqlarla bağlı olan məlumatlarda istəyirəm sizin məlumatını nəzərinizə çatdıram. Belə ki, məsələn, dövlət proqramı əsasında bizim peyvənd cədvəlimiz var. Uşaq dünyaya gəlir və uşaq dünyaya gəldikdən sonra artıq uşağın peyvəndlənməsi başlayır. Bu o qədər vacib və o qədər aktual bir məsələdir ki, baxın, uşaq doğulduğu gün ərzində, uşaq da ki, bugün doğulubsa, ilk 12 saat müddətində biz uşağa hepatit B əleyhinə peyvəndi mütləq ki, vurmalıyıq və yaxın bir gün ərzində biz uşağa vərəm əleyhinə peyvənd dediyimiz BCG-ni vurmalıyıq. Çünki bu çox vacibdir. Əvvəllər biz hepatit B-ni 12 saat müddətində vururduq və növbəti 4-7 gün müddətində BCG peyvəndini vururduq. Amma artıq o qədər aktual, vərəmin Azərbaycanda o qədər yayılmasını müşahidə edirik ki, şəxsən mən özüm icbari dispanserizasiyada iştirak edirəm. Mütəmadi olaraq uşaqların müayinəsi ilə məşğul olduğuma görə və artıq müəyyən olaraq Azərbaycanda və hətta müəyyən yerlər var ki, orada vərəm hadisələrinin daha artıq baş verdiyini görürük. Həm yaşlı insanlar arasında, həmçinin cavan uşaqlar arasında da vərəm hadisələri çox artmışdır və bunun
bunun qarşısına alınmağın ən vacib yollarından biri uşağa uşaq vaxtında, məhz həmin gün ərzində vərəm əleyhinə peyvəndin vurulmasıdır. Bəzi hallarda valideynlər imtinalar edirlər, amma bilmirlər ki, nədən imtina edirlər. Çox düzgün məni başa düşməyinizi istəyərəm ki, yəni bir var ki, həqiqətən mənşəyini, məlumatını bilmədiyiniz bir şeydən imtina edirsiniz, yəni bilməyərəkdən imtina edirsiniz. Bir də var ki, həmin məlumat əsaslanmış bir məlumatdır və siz artıq bunu tam rahatlığınla övladınıza vurdura bilərsiniz. Ona görə də bu yanlış məlumatlardan uzaqda qalmağınızı istərdim. Düzgün məlumatları bilməyinizi istərdim. Təbii ki, hər zaman biz bu maarifləndirməni edirik və çalışırıq ki, valideyn inansın, nəyə inansın? Doğru məlumata inansın. Çünki yalan məlumatlar da çoxdur. Onlara da inanırlar. Qonşumda bu oldu, filan kəsdə bu oldu, uşaq bundan sonra belə oldu. Mən ona görə bu məlumatları çatdırmaq istəyirəm sizə. Baxın, Azərbaycanda, xüsusən də müxtəlif regionlarımızda, hətta Bakının özündə çoxlu sayda vərəm hadisələri var. Hansı ki, vərəmli xəstələr var ki, onlar qeydiyyatda deyirlər və o qeydiyyatda olmayan xəstələrlə biz bəlkə də avtobusda, metroda, cəmiyyətdə, işdə, orada, burada təmasda ola bilərik və bizim də immunitetimizin aşağı olduğu halda həmin xəstəliyə yoluxa bilərik ki, hansı ki, bu ciddi fəsadlar yarana bilər. Və ona görə də uşaqlar doğulduğu gündən hepatit B əleyhinə peyvəndin vurulması bu hepatit xəstəliyindən qoruyacaqdır. Təbii ki, bunun arxa sonra dozalanması var ki, bunu izah edəcəm və eyni zamanda vərəm əleyhinə peyvəndin vurulmasıdır ki, həmin vərəm əleyhinə peyvəndin vurulması illərdə aparılır və bunun ilk 12 saat ərzində vurulması nə qədər prosesin aktual olduğu ki, uşaq artıq bunu birbaşa alsın ki, artıq evə çıxışığı dövrdə müxtəlif insanlarla təmasda ola bilər ki, həmin o təmasda olduğu insanlarda o çöplər ola bilər, o xəstəliyin törədiciləri ola bilər, o insan aktiv xəstə ola bilər. Məhz bunu diqqətə almaq lazımdır. Uşaq dünyaya gəldi, bu peyvəndlər vuruldu və vurulandan sonra artıq uşaq yaxın 2-3 gün müddətində evə yazılır, evə gedir və təbii ki, öz həkim pediatrının, digər başqa bir həkimlərin nəzarətində qalır və uşaq artıq böyüməyə doğru gedir. Uşağın əgər çəkisi normaldırsa, uşağın əgər heç bir problemləri yoxdursa, əlbəttə ki, bu doğulan anda bilinən bir məsələlərdir. Çünki uşaq doğulur, dünyaya gəlir, neonatoloq tərəfindən baxılır, orada müəyyən Apgar şkalası ilə qiymətləndirilmə aparılır ki, artıq uşaqlarda 7-8 ballar, 8-9 ballar dəyərində olanda artıq biz uşağı tam sağlam hesab edə bilərik. Müəyyən çatmamazlıqlar ola bilər, onu diqqətə alırıq və onu uşağın kartasında qeyd edirik. Və bu halda belə uşağa yenə bu peyvəndləri mütləq ki, vururuq. Uşaq dünyaya gəldi, bu peyvəndləri aldı. Aldıqdan sonra isə artıq uşaq böyüməyə başlayır və artıq uşağın 2 ay müayinəsi olur. Hansı ki, uşaq 2 ayında, 3 ayında və 4 ayında olacaq peyvəndləri nəzərinizə çatdırmaq istərdim. Niyə? 2 ayında. Baxın, uşağa hepatit B-ni biz vurduq doğulan gün müddətində. 12 saat ərzində vurduq. Artıq 2 ay keçdi. Uşaq gəlib çatdı 2 aylığına. Bəlli bir çəkisini aldı. Tutaq ki, 3 kiloluq uşaq gəldi, oldu. Məsələn, deyirəm, 3 kilo, 1 ayında 3 kilo 800, 2 aylığında 2 kilo, 4 kilo 600, yaxud da 4 kilo 600, 5 kilo həcminə gəldi çatdı və yaxud da bundan az, bundan da çox ola bilər. Təbii ki, uşaqlar arasında doğuş kiloları və boyları fərqli olur. Normal yeni doğulmuşlar 2500 kiloqramdan yüksək, boyları da 45 santimetrdən yüksək doğulurlar. Hansı ki, ondan kiçik ölçüdə olan çəkimiz və eyni zamanda boyumuz yarımçıq doğulmuş hesab edilir. Amma buna baxmayaraq o uşaqlarımız da sürətli inkişaf edir. Təbii ki, təbii qidalanmayla, eyni zamanda ana südü ilə və yaxud da digər qarışıqlarla qidalanmaqla bunu biz çəkisini aldıra bilərik. Belə ki, uşaq gəldi, çatdı artıq 2 ayına poliklinik şəraitdə və ya da hər hansısa bir klinikada uşağın müayinəsi aparılır və müayinə aparılan zaman uşaqda heç bir problem görmürüksə, uşaqda hər hansısa bir digər yan etki görmürüksə, kəskin respirator xəstəlik, infeksiya falan, o yəni ki, virus infeksiyası görmürüksə, uşaqda heç bir demək olar ki, digər əlavə bizi narahat edəcək məqam görmürüksə, biz ciyərinə qulaq asırıq, ürəyinə qulaq asırıq, boğazına baxırıq, əsnəyinə baxırıq. Yəni bilirik ki, bu uşaqda heç bir problem yaradacaq bir şey yoxdur və uşaqda praktiki olaraq bugünkü gün üçün sağlamdır və təbii ki, biz onun 2 ayında olan peyvəndlərini edirik. Hansı ki, o 2 aylıq peyvəndlər var ki, onlar bizim indiki müasir dövrümüzdə, əvvəl biz onu penta şəklində edirdik, amma indi çox gözəl və sevindirici xəbər ondan ibarətdir ki, mēs keçən ildən bu yana doğulan bütün uşaqlarımıza özəl klinikalarda vurulan peyvəndlər vurulur və özəl klinikalarda bilirsiniz ki, o peyvəndlər müəyyən civar daxilindədir ki, hansı ki, bunlar dövlət poliklinikalarında tam pulsuz şəkildə həyata keçirilir və birə-bir həmin peyvəndlərlə eyni seriyada və eyni ölkə istehsalındadır.
Məsələn, 2 ayına gələn uşağı biz poliklinikaya dəvət edərik. Ona baxarıq, yoxlayarıq. Uşaqda heç bir problem görməriksə, təbii ki, o uşağa peyvənd edəcək və peyvənd etdiyimiz peyvənd heksaksin peyvəndi adlanır ki, hansı ki, heksaksin peyvəndi heksa dediyi adından göründüyü kimi 6 deməkdir. Yəni tərkibində 6 xəstəliyə qarşı olan bir virus infeksiyanı qoruyan bir peyvənddir. Məsələn, biz burada heksa dediyimiz peyvənd nədir? Heksa dediyimiz peyvəndin tərkibində ən birinci həmin 12 saat ərzindəki uşağa biz vurmuşduq hepatit B. Həmin bu heksanın tərkibində hepatit B-nin deməli maddəsi var ki, hansı ki hepatit B-dən qoruyacaq, bir xəstəlikdən qoruyacaq peyvənd həmin o peyvəndin tərkibinə daxil olmuşdur. Yeni qoşulanları salamlayıram. Hamınıza xoş gün arzu edirəm və mən istərdim ki, bu canlı yayımda siz müəyyən məlumatları əldə edəsiniz və maariflənəsiniz. Deməli, heksanın tərkibini deyirəm sizə əzizlər. Burada 6 əsas agent var, hansı ki burada antigeni yerləşdirilib o həmin bu heksa peyvəndin tərkibində. Onlardan birinci hepatit B-dir, ikinci növbədə orada göğüs kürək, üçüncü növbədə difteriya, dördüncü tetanus xəstəliyi, beşinci hemofilus influenza və altıncı poliomiyelit xəstəliyi. Əvvəllər biz uşaqlara peyvənd edərkən deməli penta vururduq. İynə şəklində hib də deyirdilər ona, amma əslində orada əsas ad penta gedirdi, yəni 5'lik idi və bir dənə əlavə olaraq damcı edirdik uşaqlara. O da OPV şəklində, yəni oral poliomiyelit. Amma sonra həmin oral poliomiyelit yığışdırıldı və o daxil oldu heksanın tərkibində. Artıq oldu 5+1, yəni 6 heksaksim. Heksaksimin tərkibi oldu hepatit B, onun tərkibi oldu deməli göğüs kürək, difteriya, tetanus, hemofilus influenza və poliomiyelit və eyni zamanda hepatit B və oldu 6'lıq şəklində bir peyvənd. Bu daha rahat oldu və bu daha demək olar ki, asan keçirilir. Demək olar ki, uşaqlar arasında heç bir reaksiya vermir və uşaqlar bunu çox yaxşı qarşılayır. Uşaqlar burada heç bir problemlə rastlaşmırıq. Hansı ki, əvvəl vurduğumuz pentalarda biraz məsələn qızdırma ola bilirdi, biraz yerli ağrı ola bilirdi, şişmə ola bilirdi. Uşaqda biraz narahatlıq görə bilərdik. Təbii ki, bu da normal bir reaksiyadır. Çünki peyvəndə qarşı, onun tərkibində olan hər hansı bir maddələrə qarşı uşaq reaksiya verə bilər. Bu da ki, normal peyvəndin əlavə reaksiyası kimi qiymətləndirirdik. Təbii ki, buna qarşı da fikirlər bir mənalı deyildi. Yəni valideyn narahat idi, uşağını heç istəmirdi ki, qızdırması olmasın, amma biz bunu başa salırdıq ki, təbii ki, peyvənd yeritmişik, buna bir agent qoymuşuq, xarici bir yad agentdir, bunda bir xəstəliyin cüzi olsa da yoluxdurmuşuq ki, uşaq buna qarşı bədənində antitellər yaransın. Necə biz xəstələnirik, o xəstəliyə qarşı bədənimizə antitel yaranır. Həmin eyniliklə də biz peyvənddə də bunu həyata keçirdirik. Amma heksada bu digər təsirlər aradan demək olar ki, qaldırılmışdır və burada o reaksiyalar baş vermir demək olar ki. Heksaksin peyvəndi 2 ayında mütləq uşaqlara vurulur və bud nahiyəsinə vurulur və ikinci PK peyvəndi. PK peyvəndi isə bildiyimiz pnevmokok əleyhinə peyvənddir və çox vacib olan bir peyvənddir. Hansı ki, pnevmoniyadan, hətta bəzi hallarda meningitdən, otitdən, qulağın daxili iltihabı xəstəliklərdir ki, ondan belə uşaqlarımızı qoruyur. Biz 2 ayında biz heksa peyvəndi ilə, heksaksim dediyimiz peyvəndlə PK, yəni pnevmokok peyvəndini uşaqlara mütləq ki vururuq. Sonra gəlir uşağın 3 aylığı. 3 aylığında isə artıq bizdə PK peyvəndi 2 aydan bir olduğuna görə biz 3 ayında növbəti PK peyvəndimizi etmirik. Amma heksaksim peyvəndi hər ay olur və 3 dəfə olur. 2 ayında, 3 ayında və 4 ayında. 3 ayında artıq uşağa baxırıq, yoxlayırıq. Uşaqda hər hansısa bir yad problem görmürüksə, uşaqda hər şey normaldırsa, çəkisini alıbsa, boyun alıbsa, digər biz lazım olan rutin müayinələrdən keçirtmişiksə, məsələn, mən həkim olaraq uşaqların 2 ayında demək olar ki, neyrosonoqramma müayinəsini mütləq hesab edirəm. Hansı ki, orada əsas müayinələrdən biri exokardioqrammanı əsas hesab edirəm. Digər müayinələrdən biri bu çanaq oynağının ultrases müayinəsini çox vacib hesab edirəm ki, hansı ki, bu 2 ayında gələn uşaqlarda biz bunları bəzi hallarda tövsiyə edirik və deyirik valideynə, başa salırıq, evə gedişlərimizdə, patronajlarımızda və yaxud da bir ayında uşağı qəbul edəriksə poliklinikada, mən bunu valideynə deyirəm şəxsən özüm ki, bu müayinələri keçsən daha gözəl olar və daha biz bilgili olaraq uşaq haqqındakı exosu necədir bunun, uşaqda məsələn tutaq ki, oval dəlik varsa, açıqlıq varsa, təbii ki, biz bunu normal hesab edərik və bir ilinə qədər biz nəzarətdə saxlayarıq. Amma digər qüsurlarımız var, məsələn, mədə cərat çəpərdə defekt ola bilər, qulaqcıq arası çəpərdə böyük bir dəlik ola bilər, yaxud da PDA və belə bir qüsurlar ola bilər ki, biz onu exoda biləcəyik. Və də bu çanaq oynağında displaziya ola bilər. Uşaqda
çıxıq ola bilər. Biz onu erkən aşkarlamaq üçün təbii ki, bu çanaq oynağını ultrases müayinəsini etməliyik və ya da neyrosonoqram etməliyik. Neyrosonoqram etməklə biz böyük əmgəy açıq vəziyyətdədirsə, biz orada mədəci dilatasiyasını ya ventrikulomeqaliyanı bilə bilərik. Uşaqda başda mayenin, gematomanın və ya da digər məsələləri öyrənməyin ilkin etaplarını məhz bu müayinə üsullarıyla həyata keçirdə bilərik. Təbii ki, bunlar bizim əlimizdə olanda biz çox rahat oluruq və bilirik ki, bu uşaqda bu və ya digər problemlər yoxdur və biz bunu rahat həyata keçirdə bilərik. Və 3 ayında artıq bu müayinələr əlimizdədirsə və daha rahatıq və daha uşağı yoxlayırıq, heç bir digər problemləri görmürük. Məsələn, uşaqda hər hansı bir kəskin respirator virus infeksiyası fonu görmürük, ətrafında görmürüksə və artıq 3 ayında biz o uşağın ikinci heksaksin peyvəndinə vururuq. Hansı ki, bayaq açıqlamışdım sizə tərkib olaraq. Məhz bunları mütləq ki, uşağa vururuq. Yenə də uşağın bu peyvəndini vurduqdan sonra gəlir uşağın 4-cü ay müayinəsi və 4-cü ay müayinəsində artıq biz uşağı yoxlayarkən yenə əsas məqamları nəzərdən qaçırtmırıq. Uşağın başının çevrəsidir, döş qəfəsinin çevrəsi təbii ki, bunlar hər ay rutin olaraq yoxlanılır. Onlar sentillərlə baxılır və sentillərə uyğun yerləşdirərək baxılırıq ki, bəli, bu uşaq tutaq ki, 3 ayındadır və bunda boyda, çəkidə bu nisbətlərdir, döş qəfəsində, başının çevrəsində bu nisbətlərdir və biz onu artıq baxanda görürük ki, bu sentilə uyğundur. 4 ay sentilinə uyğundur, 3 ay sentilinə uyğundur, artıq rahatlaşırıq ki, bəli, uşaqda bu cürə, necə deyim, hər şey qayda qanununda gedir. Amma uşaqda hər hansı bir xəstəlik əlamətləri varsa, təbii ki, biz peyvəndə etmirik. Amma hər uşaqda heç bir problem yoxdursa, hətta 4 ayında biz qanın ümumi analizini edirik və uşaqda bizim üçün vacib olan əsas amillərdən biri qanda dəmir olmağını, qanda ferritinin normal olması, dəmirin normal olması, ümumi qan analizi fonunda ən azından biz bunu bilə bilərik ki, biz artıq onun profilaktikasını edə biləcəyik. Bayaq bir məqamı nəzərdən qaçırdım, düzdür, peyvəndlərdən danışıram, amma əsas amillərdən biri ondan ibarətdir ki, uşaq dünyaya gəldi. Əvvəllər deyirdik 14-cü günündən, 7-ci günündən, indi hətta doğulan günündən belə vitamin D-ni tövsiyə edirik. Çünki yeganə vitamindir ki, vitamin D ana südü ilə ötürülmür və ona görə biz onu deməli xaricdən almalıyıq və mütləq şəkildə vitamin D şəklində. Vitamin D-nin sulu məhlulu var, yağda olan məhlullar var. Təbii ki, uşağın vəziyyətini nəzərə alaraq biz o məhlullardan istifadə edə bilərik. Mən məsələn əvvəlki dövrlərdə daha çox sulu məhlullardan istifadə edirəm. Sonraki dövrlərdə məsələn 4 ayından 5 ayından yağlı vitamin D-lərdən daha çox tərcih edirəm. Xüsusən zeytun yağında, kokos yağı olur, məsələn vegetable yağı var. Məsələn bunlardan biz daha çox tərkibdə olan vitamin D-lərdən istifadə edirik. 4 ayında artıq uşaqda heç bir problem görmürük və uşağın heç bir demək olar ki, problemi yoxdursa əgər, biz ona artıq heksaksin peyvəndinin 3-cünü, sonuncunu və PK peyvəndimizin 2-cini vurmaq tövsiyə edirik və yazırıq və eyni zamanda uşağa bu peyvəndləri vururuq. Təbii ki, heksa qutardı, PK qutardı 2-ci ay olaraq, 4-cü ay olaraq və biz çox rahatıq. Artıq uşaqlarda demək olar ki, vaxtında, mən məsələn öz praktikamdan deyirəm, demək olar ki, gün ərzində bir 3, 4, 5, bəzən 10 sayda uşaqlara baxırıq. Hər uşaq ki, peyvəndini vaxtında, məsələn, daha erkən yaşlarında, daha erkən aylarında alırsa, həm o uşaq o peyvəndi çox gözəl keçirdir. Eyni zamanda heç bir fəsadı da demək olar ki, biz rastlaşmırıq və uşaq daha məsələn xəstəlik olan etaplarda, xəstəlik olan periodlarda, məsələn fəsil olaraq deyirəm, onların yoluxmasını daha az görürük. Yəni bu şəxsi öz təcrübəm əsasında və monitorinq apardığım demək olar ki, xəstələr üzərində, pasiyentlər üzərində, daha doğrusu sağlam uşaqlar üzərində görürəm ki, deməli orada bu məsələlər çox az qeyd olunur. Yəni onu qeyd olaraq yazıram hər zaman. 4 ayında artıq PK-nı vurduq və eyni zamanda heksanı vurduq. 5 ayında artıq bizdə əgər normal başlamışdıqsa peyvənd cədvəlimizi, peyvəndləməmizi, artıq 5 ayının peyvəndi demək olar ki, yox olur. Və uşağı profilaktik müayinə üçün biz çağırırıq. Yenə də boynu, döş qəfəsini, baş çevrəsini, çəkisini, digər uşağın məsələn həmin ayına müvafiq olan gülməyini, ta ki ağlamağını, başını dik tutmağını, müəyyən hərəkətlər etməyini, çevrilməyini falan valideynlə soruşuruq. Yoxsa maraqlı olur bizim üçün. Uşağın qidalanması, iştaha maraqlı olur bizim üçün. Ancaq mana südü ilə qidalanır, yoxsa əlavə südünü qida alırmı və yaxud da əlavə heç nə başlanılıbmı, hər hansı bir sıyğamı, tərəvəzəmi, meyvəyəmi onu düzgün yönləndirmək üçün. Bəzən valideynlər 4 ayından başlayırlar uşağa şirə verməyə və yaxud da ki tərəvəz verməyə, meyvə verməyə, hər hansı bir sıyıq verməyə. Onu mən tərcih etmirəm və eyni zamanda onu mən məsləhət görmürəm. Mən Ümumdünya Səhiyyə Təşkilatı belə tövsiyə edir ki, və biz də belə qeyd edirik ki, hər zaman uşaq sırf 6 ay müddətində ana südünü qidalanmalı və ya süni qidayla qidalanmalı. Əgər ana südü yoxdursa, verilə bilmirsə, çatmırsa, daha sonra isə artıq bizim sıyıqlarımız, daha sonra bizim tərəvəzlərimiz, meyvələrimiz rasiona daxil ola bilər.
Burada yəqin ki, bizi izləyənlər var. Burada salamlar yazırlar, necəsən yazırlar. Çox sağ olun, təşəkkür edirəm. Minnətdaram izlədiyiniz üçün. Burada bilmirəm artıq bizi nə qədər adam izləyir. Yəqin ki, izləyənlər çoxalıb. Mən burada sayı olaraq görmürəm. Sağ tərəfdə. Deməli, belə 4 ayından sonra 5 ayını dedim, qeyd elədim. Yəni bizdə niyə 5 ayını xüsusi vurğulayıram? Artıq burada peyvənd olmadığına görə. Məsələn, qan dəyərlərinə baxdıq. Əgər qanda aşağılıq varsa, təbii ki, biz müalicəvi dozda dəmir preparatı təyin edirik uşağa və yaxud da uşaqda müalicəvi doza yoxdur. Uşaq əgər tam sağlamdırsa, qanda analizdə heç bir problem yoxdursa, hemoqlobin normadadırsa, dəmiri, feritini, hər bir şey normadadırsa, biz profilaktik dozada biz dəmiri təyin edirik ki, 1 yaş dönəmlərində bizdə uşaqda dəmir defisitli anemiya yaranmasın. 6 ayına gəlib çatanda artıq 6 ayında bizim uşağımlarımızın 2 peyvəndi olur. Bunlardan sonuncu PK peyvəndini biz uşağa edirik və bir polimiyelit damcı olaraq biz onu qeyd edirik ki, uşağa bir damcı verəcəyik. Niyə? Çünki bizim deməli bir damcımız doğum evində həmişə olurdu, sonra yığışdırıldı və o doğum evində olan damcını biz heksat şəklində 3 dəfə içinə daxil olmaqla bir var oral polimiyelit, yəni ağızdan damcı olaraq alırdılar uşaqlarımız. Artıq onu oral polimiyelit şəklində deyil, IPV şəklində, yəni IPV yəni ki, intramuskulyar əzlə daxilinə biz vururduq polimiyetin iynə formasında. O da heç bir əks reaksiya bildirmirdi. Biz artıq onu heksada vurduğumuza görə bir damcımız qalırdı. O damcımızı biz 6 ayında edəcəyik, bir də 18 ayında edəcəyik. Yəni normal peyvəndlənməni alıbsa uşaq. Və 6 ayında biz artıq həmin o uşağa PK-nı vururuq. Eyni zamanda PK peyvəndini etdikdən sonra bir dənə də damcı peyvəndini edirik. Damcı peyvənd etdikdən sonra biz deyirik valideynə ki, çalışın həmin gün yarım saat müddətində uşağa bir qida verməyəsiniz. Çünki qusma qaytarma ola bilər ki, onun dozasını tam mənimsənməsi baş versin. Yəni bunlar nəzərdən qaçmasın. Və beləliklə bizim 6 ay müddətində əsas peyvəndlərimiz bitir. Və demək olar ki, uşağın 7-ci, 8-ci, 9-cu, 10-cu, 11-ci ayında heç bir peyvəndi olmur. Rutin müayinələri olur. Uşağın 3 ayında başını dik saxlaması, 6 ayında uşağın sərbəst oturması, bəzən 7 aylarında da təsadüf edə bilər. Daha sonra iməkləməsi, daha sonrası yeriməyə doğru başlaması, tutub durması, tək-tək addımlarını atmasını biz nəzərimizə saxlayırıq və sentillərimizlə müayinə edirik, baxırıq sentilə uyğun boydamı, çəkidəmi, eyni zamanda döş qəfəsindəmi, başın çevrəsindəmi, ölçülər norma daxilindədirmi? Bəli, bu müddət ərzində uşaq peyvəndə gəlməyə bilər, rayonda ola bilər, uşaq xəstələnə bilər, hər hansı bir yüngülvari qrip ola bilər, tutaq ki, deyim, kəskin respirator xəstəliklə yoluxa bilər, evdə, ailədən, atadan, anadan və ya da digər məsələlərdən yoluxa bilər. Təbii ki, bu ayda biz uşağı dərin müayinə edəndə baxanda görürük ki, yox, bu əlamətlər uşaqda var və ona görə təbii ki, biz peyvəndə etmirik. Peyvəndə etmədiyimizə görə biz bunu növbəti dəfə, növbəti ayda peyvənd edəcəyik. Niyə? Çünki peyvəndimizi biz gecikmiş peyvəndlər cədvəli kimi tərtib edirik və özümüzün qrafikimizə uyğun, əgər bu ay peyvəndi vermişdiksə uşağa, peyvənddə məsələn 1 ay, 2 ay fasilə yaranmışdırsa, artıq növbəti peyvəndi biz növbəti ardıcılıqla davam edəcəyik və yenə də 1 ay fasilə ilə biz həmin o peyvəndləri uşaqlara vuracağıq. Uşaq gəlib çatır 1 yaşına və 1 yaşında uşağımızın bir peyvənd olur. Hansı bu peyvənd ki, qızılca, paratit, məxmərək əleyhinə peyvənddir. Bu peyvənd çox vacib peyvəndlərdən hesab edilir. Canlı vaksin hesab edirik və vurulması vacib olan peyvəndlərdən hesab edirik. Yəni digər bayaqdan adlara söylədiklərim də təbii ki, vacib peyvəndlərdir və eyni zamanda gəlib artıq çatmışıq 1 yaşımıza və 1 yaşımızda qızılca, məxmərək, paratit peyvəndinin vurulmasını çox vacib hesab edirəm. Niyə? Çünki qızılca xəstəliyi, virus infeksiyaları, məxmərək xəstəliyi və paratit xəstəliyi bunlar çox güclü yoluxuculuğa malik olan bir xəstəliklərdir. Hansı ki, bu haqda istəyirəm mən sabahı günlərdə, yəni hansı xəstəlik daha çox fəsad verə bilər haqqında danışım sizə. Yormayım daha çox sizi və o xəstəliklər o qədər letallığa malikdirlər, o qədər əlillik yarada bilən xəstəliklərdir ki, o barədə düşünmədən o peyvəndi mütləq ki vurdurmaq lazımdır. Niyə? Məsələn, qızılca xəstəliyinin çox letallığı var, orada çox müxtəlif kəskin reaksiyalar verə bilər və eyni zamanda əlilliyə gətirib çıxarda bilən xəstəlikdir. Eyni zamanda məxmərək xəstəliyinin olması, yəni o da çox ciddi ağır fəsadlara malik olan bir xəstəlikdir və paratit xəstəliyinin də özünə məxsus çox ağır reaksiyaları və ağır fəsadları var ki, mütləq 1 yaşında bu peyvənd vurulmalıdır. Hətta epidemik dövrdə biz 1 yaşında yox, 11 ayında, məsələn 10 aydan yuxarı biz o peyvəndi tərcih edirik və mütləq ki, qeyd edirik ki, mütləq 1 yaşında bu peyvənd vurulmalıdır. Hətta o peyvənd o qədər vacibdir ki və o qədər qorunma etibarı var ki, 1 yaşında vurduğumuz peyvəndi bir də biz 5 il sonra 6 yaşında vururuq. Niyə? Revaksinasiya deyirik. Revaksinasiya nə deməkdir? Bu niyə belə oldu?
Revaksinasiya deməkdir ki, məsələn biz tutaq ki 2 ayında heksa vurmuşduq, 3 ayında, 4 ayında biz artıq yeni ikinci, üçüncü dozanı vurmaqla peyvəndin dozasını bədəndə artırmaqla daha da möhkəmləndiririk ki, bədəndə buna qarşı daha güclü antitilər yaransın və 1 yaşına vurulan qızılcaya qarşı peyvənd, daha çox qızılca deyil, amma qızılca deyil, qızılca məxməri paratit bir vaksindir. QPM adlanır, MMR adlanır, müxtəlif adları var və bu halda vurulanda uşağa onun 5 ildən sonra ikinci revaksinasiyasını məhz 6 yaşda uşaq məktəbə gedəndə, yəni 6 yaş, əgər 6 yaş tamam olmamışdı, uşaqlarımız var ki 6 yaş tamam olub məktəbə gedirlər, yəni yaxud da ki 6 yaşları məktəbə tamam olurlar, mütləq ki onları peyvəndə cəlb edirik. Məhz bu həftədə elə bir həftədir ki, biz bu peyvənddən qıraqda qalan uşaqlarımızı, eyni zamanda peyvənd vurulmayan uşaqlarımızı, hətta elə peyvəndlər var ki, mən bunları demədim, indi onları yavaş-yavaş deyəcəm. Elə peyvənd var ki, o ay ərəfəsində vurulmalıdır, o il ərəfəsində vurulmalıdır. Ondan sonra artıq biz o peyvəndi uşağa vura bilmərik. Ona görə ona diqqətdə saxlamaq lazımdır. Və 1 yaşdan QPM vurulur, artıq qızılcası məxmərəyə paratiti gedəndən sonra gəlir uşaq çıxır 1 yaş 6 ayına. 1 yaş 6 ayında artıq bizim göğüs öskürək, difteriya, tetanus əleyhinə absorpsiya olunmuş bir peyvəndimiz var. AGDT şəklində qiymətləndirilir və bir damcımız, revaksinasiya bir damcımız, hansı ki polimiyelit xəstəliyi çox ağır fəsadlar olan bir xəstəlik olub vaxtı ilə. Halbuki indi demək olar ki, polimiyelit demək olar ki, biz görmürük və yoxdur. Çünki peyvəndlə nəsli və kəsilmiş bir necə deyirlər xəstəliklərdən hesab edirik. Demək olar ki, yoxdur. Amma digər başqa infeksion xəstəliklərimiz hansı ki var. Onlar çünki bəzi hallarda uşaqlar peyvənddən qıraqda qalırlar, vurulmur o uşaqlara peyvəndlər, peyvəndsiz. O qədər uşaqlar var ki, bununla bağlı mən WhatsApp kanalımda paylaşım etmişdim. Ümumi Səhiyyə Təşkilatının məlumatına görə çox 40% uşaq demək olar ki, peyvənddən qıraqda qalıb. Hətta elə ölkələr var ki, onlara peyvənd çata bilmir. Onların maliyyə dəstəyi imkan vermir ki, onlar peyvənd ala bilsin. Amma bizdə bu ölkəmizdə şükür olsun ki, onu ala bilirik. Hətta ölkəmizdə dövlət poliklinikalarında onlar pulsuz şəkildə uşaqlarımıza vurulur, hansı ki böyük bir maliyyələrlə əldə olunmuş bir peyvəndlərdir. 1 yaş 6 ayında həmin o dediyimiz göğüs öskürək, difteriya, tetanusun revaksinasiya daha gücləndirilmiş dozası da uşağa vurulur və bir polimelitlə, yəni tetraksim şəklində, yəni dörtlük şəklində, bir damcı şəklində, üçü isə iynə şəklində yenə də biz əzələ daxili vurmaqla, bud əzələsinə vurulmaqla biz bunu həyata keçirdirik və bununla da kiçik yaşlı uşaqlarımızın peyvəndlənməsi bitir, qalır bircə 6 yaşın peyvəndi. 6 yaşda isə uşağımıza biz həmin o bayaq dediyim qızılcanın, 1 yaşda vurulan qızılcanın təkrar vaksinasiya dozasını vururuq və 1 yaş 6 ayda vurduğumuz difteriya, tetanus, göğüs öskürəyin artıq göğüs öskürək çıxarılmış formasında ADT dediyimiz difteriya, tetanus şəklində peyvəndi artıq uşağa vurulur. Bu isə olur 6 yaşında. Uşağın 6 yaşı tamam oldu. Tamam olduqdan sonra biz həmin ADT və QPM şəklində olan 2 peyvəndimizi biri qola, biri isə buda vurulmaqla həyata keçirdirik. Təbii ki, uşaqlarımızın peyvənddən qıraqda qalanları var və yaxud da peyvəndi olmayanları var. Bunları da nəzərinizə çatdırım ki, vaxtında etmək lazımdır. Əgər vaxtında etməmisinizsə, məsələn, heksa peyvəndini 2 yaşına qədər edə bilərsiniz. Əgər 2 yaşından yaxarı elə bilməmisinizsə, artıq AGDT şəklində ala bilərsiniz. Amma əlavə hepatit B varsa, təbii ki, hepatit B-ni də ora həmin o peyvəndin yanına qoşmaqla ki, mütləq hepatit B-si də bu uşaq alsın. Amma orada artıq hemofilus influenza olmayacaq, orada PV-nin olması mümkün olmayacaq. Əgər uşaq yenə də bu peyvəndləri almayıbsa, 5 yaşına qədər heç olmasa bunu AGDT, yəni şəklində ala bilər. Göğüs öskürək, difteriya, tetanus və polimelitimizi davam etdirə bilərik. Çünki 5 yaşa qədər icazə var. 2 yaşına qədər heksanı vururuq. Artıq 2 yaşdan 5 yaşa qədər həmin onu dediyim peyvənd şəklində, üçlü şəkildə vururuq. Yox, əgər 5 yaşa gəlib çatıb o uşaq peyvənd almayıbsa, o peyvəndlər heç bir uşaq olmayıbsa, heç olmasa 2 doz şəklində, bəzi hallarda 3 doz şəklində ADT, yəni ki, DT, yəni difteriya, tetanus şəklində uşağa vurulmalıdır. Amma qızılca peyvəndimiz vurulmayıb uşağa 1 yaşında, 2 yaşında, 3 yaşında, böyük yaşlardadırsa 10 yaş tamamına dək 1 ay fasilə qoymaqla arasında biz qızılca peyvəndini vurdura bilərik 2 dozu almaqla. Çünki 2 doz QPM alan uşaqların 99-98% hallarda həmin xəstəlikləri keçirtmək ehtimalı demək olar ki, yox səviyyəsindədir. Yox, əgər uşaq almayıbsa, həmin bax dediyimiz bayaq difteriyanın, tetanusu 7 yaş tamamına dək ala bilər. 5 yaşdan 7 yaş tamamına dək ala bilər, amma 7 yaş artıq uşağın tamam olubsa, artıq onun ADT peyvəndi maalesef olmayacaq. Çünki artıq ona icazə verilmir. Və 10 yaş tamam olubsa uşağın, artıq onun qızılca məxməri paratit peyvəndi də olmayacaq. Amma İPV bildiyimiz, yəni intranazal,
muskulyar daha doğrusu, yəni əzələ daxili polimiyelit iynəsi indi yoxdur. Ancaq heksan tərkibindədir. Damcı şəklindəni artıq biz 10, bəzi hallarda 14 yaşına dək deyirlər ki, məhz biz həmin o polimieliti etməliyik ki, uşaqda bu mütləq ki, bu dozu alsınlar. Uşaqlara bu peyvəndləri vaxtında vurdurmaq lazımdır, əziz valideynlər. Bizi əgər burada izləyən valideynlər varsa, mən onlara səslənirəm. Yox, əgər eləməmisinizsə, yenə də öz həkiminizlə danışıb gecikmiş peyvənd cədvəli tərtib etməklə övladınıza bu peyvəndləri vurdurmalısınız. Niyə? Çünki uşaqlar bunu bilmirlər, onların hüquqlarıdır. Siz bunları hüququndan məhrum edə bilmərsiniz. Yəni onların doğal haqlarıdır. Çünki onlar uşaqdırlar, başa düşmürlər. Biz onları qorumaq üçün bunu etməliyik. Hətta indi bizim qızlar arasında, gənc qızlar arasında HPV dediyimiz human papilloma virus var ki, insan papilloma virusu çoxalıb. Mən şəxsən öz təcrübəmdə çox uşaqlarda görürəm artıq bu papilloma şəklində olan çox belə səpkilərlə valideynlər müraciət edirlər. Xüsusən də qasıq nahiyəsində, qolaltı nahiyəsində və digər bədənin müxtəlif nahiyələrində biz bu deməli papillomaları görürük. Həmin bu papillomaların artmağı da xüsusən də qız uşaqlarında gələcəkdə uşaqlıq boynu xərçənginin göstəriciləri ola bilər. Uşaqlar daha çox xərçəng xəstəliyindən əziyyət çəkə bilərlər. Ona görə də vaxtında indi düzü dövlət proqramında yoxdur. İnşallah ki, o dövlət proqramına daxil olar. Amma özəllərdə Gardasil deyilən 9 adında peyvənd var ki, hansı ki, papilloma virusuna qarşı o peyvənd vurulur. Təbii ki, özəldə bu müəyyən məvacib tələb edir və 2 doz şəklində bildiyim qədərilə müəyyən yaş qrupundan sonra 1 doz şəklində həm qızlarımıza, gənc qızlarımıza xüsusən və yeniyetmələrimizə və eyni zamanda qadınlarımıza tövsiyə edirik. Çünki bu virusa yoluxan insanlar arasında gələcəkdə uşaqlıq boynu xərçəngi daha çox rast gəlmə tezliyi var və hətta bundan əziyyət çəkən xanımlarımız da var. Düşünürəm ki, mən peyvəndlər haqqında əsas məlumatları sizin nəzərinizə çatdırdım. Çox yormaq istəmirəm sizi. Təbii ki, mən həkiməm, dinləyənlər arasında həkimlər, müəllimlər, digər hər bir sahənin insanları ola bilər. Yəni onlar üçün bu yeni məlumat ola bilər, onlar üçün bu başa düşülməyən bir məlumat ola bilər. Nə əlavə suallarınız olsa mənə yaza bilərsiniz. Mən təbii ki, sizə çox belə sevgi ilə cavab verəcəm ki, bunu siz dərk edib biləsiniz ki, bu nə qədər vacib və aktual bir mövzudur. Təbii ki, biz övladımıza, məsələn, şəxsən mən öz övladıma peyvəndləri etdirmişəm, özə poliklinikada etdirmişəm. Yəni, mən də valideyn idim, mən də həkim idim. Təbii ki, mən ən gözəlini uşağım üçün istəyərəm ki, olsun. Amma mən daha çox ölkəmin dövlət tərəfini seçdim və o vaxtı, yəni ki, söhbət burada puldan getmir. Yəni, mən dövlətə inandım və oradakı peyvəndlərin vurulmasını övladıma etdirdim. Şükür bugünə, maşallah olsun da ki, heç bir problem görmədim. Məsələn, şəxsən keçən illəri epidemiya bilirsiniz, qızılca epidemiyası idi. Bax, inanırsınız, mən onun statistikasını apardım və gördüm ki, hansı ki uşaqlarda qızılca peyvəndi olmamışdı, o uşaqlar qızılcaya yoluxdular. İnanırsınız, hətta bəzən mən bunu rahat deyəcəm. Elə uşaqlar var ki, o orada qızılca peyvəndini gördük ki, cədvəldə qızılca peyvəndi var bu uşaqda. Amma bu qızılca necə ola bilər ki, bu uşaq tutub və dərindən müayinə edəndə və dərindən suallar verəndə biz belə araşdırdıq, gördük ki, yox, heç bu uşağa qızılca peyvəndi vurulmayıb. Təbii ki, bu müəyyən bizə nələrinsə məlumatlarını verdi və biz onları da valideynlərə bir ələkdən dedik ki, xahiş edirik, vurdurmursunuzsa o heç qalsın bir kənara. Heç olmasa bunu yalandan etməyin, özünüzü aldatmayın. Məsələn, bu aralarda çox pişik cırmaqlamalar olur, çox itdi işləmələri olur, çox ümumiyyətlə bu sayda çox xəstələr müraciət edir də. Yəni, demək olar ki, çox bizə Gigiyena Epidemiologiya Mərkəzindən məlumatlar gəlir ki, filan sahədə, filan uşağı itdi işlədi, tutaq ki, məlum işikdir, naməlum pişikdir, itdir, məlumdur və ya naməlumdur. Biz duraq bunun itin ölməyini gözləməyəcəyik ki, öldü, deməli bu uşaqda quzuzluq ola bilər. Biz ona görə antirabik peyvənd vururuq, antititanus əleyhinə peyvənd vururuq. Hansı ki, o uşaq vaxtında peyvənd alıbsa, ADT şəklində, yaxud da ki, AGDT şəklində alıbsa, və ya da DT şəklində alıbsa, biz artıq rahatlıq əmələ gəlir və müəyyən il keçməyibsə, artıq o peyvəndi vurmuruq. Ancaq antirabik, yəni quduzluq əleyhinə peyvəndi vururuq. O gündən ki, o uşağın peyvənd cədvəlində o peyvəndin adı var və artıq onu vurmayacağıq. Niyə? Çünki belə bir təsadüf eşitmişdim ki, uşağın peyvəndi vurulmamışdı, amma onun cədvəlində bu peyvənd qeyd olunmuşdu ki, hansı ki, valideyni tərcih edibmi, kimsə tərcih edibmi ki, olsun. Ona görə də o uşağa vurulmamışdı və vurulmadığına görə belə hesab etmişlər ki, artıq bu uşağa bu peyvənd vurulub. Çünki cədvəlində qeyd olunur ki, peyvənd vurulub. Yalandan, düzdürmü? Artıq o peyvənd vurulmamışdı o uşağa və o uşaq, Allah uzaq etsin, dünyasını dəyişmişdi. Yəni, bu şeylərə diqqət etmək lazımdır. Yalandan heç bir şey etmək lazım deyil. Peyvəndi etmək lazımdır bir mənalı uşağa. Yox etmirsənsə, imtina yazırsansa, heç yalandan heç bir şey yazdırmağın da adı yoxdur.
mənası yoxdur. Heç kimi də bu şeylə bağlı narahat etmək lazım deyil. Mən ona görə də çox istəyərəm ki, izləyicilərimiz bu haqda çox diqqətli olsunlar, çox bilgili olsunlar. Yəni ki, ən azından peyvəndin nəyə lazım olduğunu bilsinlər, peyvənd nədən qoruyur bilsinlər. 11 xəstəlik var əlimizdə, hansı ki, biz onu peyvənddən qoruya bilərik, o uşaqlar o xəstəliklərdən. Heç olmasa o peyvəndləri övladlarına etsinlər. Yəni burada yan təsirlər görməyəcəklər. Necə? Uşaq sağlamdırsa, heç bir problemləri yoxdursa, mən şəxsən həkim olaraq deyirəm, 5 ildir bu işlə məşğulam da hər gün demək olar ki məşğulam. 5 il hər gün olan təcrübəmə əsasən deyirəm ki, şükür bu günə nə autizm gördüm bu peyvənddən vurulan uşaqlar arasında, nə bir ifliclər görmədim bu uşaqlar arasında, nə bir yeriş pozuntusu görmədim bu uşaqlar arasında, hansı ki valideynlər arasında çaşqınlıq yaranır ki, peyvənd autizm yaradır, peyvənd taki iflic yaradır, peyvənd dildə tutulma yaradır. Xeyr, əksinə. Yəni ki, bunları beyninizdən çıxartmalısınız, bunları beyninizə salmamalısınız. Ümumiyyətlə gözəl düşünmək lazımdır birinci növbədə. Yəni həkimə gələrkən uşağın sağlamdırsa, həkiminə güvənirsənsə, həkiminə inanırsansa, artıq həkimin də səni hər tərəfli yoxlayıb bütün bu məlumatları sizə verirsə, inanırsınız. Mən bu dediyim məlumatları hər gün eyni valideynlərə danışıram da, deyirəm də. Təbii ki, inananlar var. Ümumiyyətlə imtina edib təzədən peyvənd vurduran insanlarımız da var ki, yəni onlar artıq doğru inanılmış məlumatları özləri üçün prioritet hesab edirlər və deyirlər ki, əlbəttə ki, burada həkim bunu doğru deyirsə, mən həkimə inanmalıyam, nəinki qonşuma. Nəinki bu haqda heç bir bilgisi olmayan bir tutaq ki deyirəm də ya TikTok'damı ya sosial şəbəkələrdəmi canlı yayıb açıb hər hansı bir lazımsız məlumatları çoxlu şəkildə verən insanlar var ki, onlar yəni mən bilirsiniz necə, yəni biraz Allahdan qorxmaq lazımdır, biraz vicdanlı olmaq lazımdır. Əlini deyir o ürəyin üstünə rahat qoymağı bacarmaq lazımdır. Bu həyatda da yaşayanda bir təkcə özümüzdən ibarət deyilik ki, iş həmişə yoxdur ki. Bizim həyatımızın iş olmayan dövrlərdə olacaq, biz həyatda olmayan dövrlərdə olacaq ki, o necə deyirlər də bizə bir sağlıq diləyən olsun, bizə rəhmət diləyən olsun. Yəni ən azından ki, bu məlumatı, bu düzgün məlumatı mənim nəzərimə çatdıran bir həkim olmuşdu və ya da bir rəfiqəm olmuşdu, bir dostum olmuşdu, bir yoldaşım olmuşdu. Bunu heç olmasa sizlərə deyən olsun. Deməli, bu həftəni kim ki peyvənddən qıraqda qalıbsa, kim ki uşağına peyvənd vurdurmayıbsa, azacıq da olsa bu videomuz kimdəsə müəyyən bir təəssürat yaradıbsa, uşağına peyvənd vurdurarsa, hər hansı bir xəstəlikdən qoruyarsa, nə xoş bizə, nə xoş sizə. Təbii ki, övladlarımızı ən gözəl yerlərdə olmağını istəyir valideyn, xoşbəxt olmağını istəyir valideyn və xoşbəxtliyin də mən düşünürəm ki, amillərindən ən birinci sağlam olmaqdır. Çünki sağlam bədəndə sağlam ruh olur. Əgər uşağımız sağlamdırsa, biz birinci xoşbəxtlik ki, övladımız sağlamdır. Daha sonra dərsini oxuyur, çalışır, özünün akademik göstəricilərini artırmaqdan yana səylə çalışır, öyrənir. Təbii ki, valideyni mən düşünürəm ki, mən bir şəxsən bir valideyn olaraq bundan gözəl xoşbəxtlik görmürəm ki, yəni uşağım sağlamdır, dərslərini daha yaxşı öyrənir, daha yaxşı mənimsəyir və o valideynə bundan gözəl xoşbəxtlik ola bilməz. Çalışın doğru düzgün məlumatlara inanın, doğru düzgün məlumatları oxuyun, daha çox bilgilərə malik olun. Bu haqda bilgiləriniz yoxdursa, bu haqda məlumatlarınız yoxdursa, həkiminizdən soruşun, sağ həkiminizdən soruşun. İnandırım ki, sizə bu dəqiqə əvvəllər deyə bilmərəm, amma indiki dövrdə maşallah poliklinikalarda çox savadlı, özünə sözünə inanan, güvənilir, vicdanlı həkimlərimiz var və onlar da sizə heç vaxt mən düşünürəm ki, səhv məlumat verməzlər, içimən qarışıq və biz çalışırıq ki, şəxsən öz adıma düzgün məlumatları çatdıraq, sübutlara əsaslanmış təbabətlər istər nəzərinizə çatdıraq. Çünki biz daima oxuyuruq. Həkimlik elə bir peşədir ki, hər gün oxumaq lazımdır, hər gün öyrənmək lazımdır. Yeni biliklər, yeni məlumatlar, yeni nəşrlər, yeni saytlarda verilən məlumatlar təbii ki, biz daha əsaslanmış CDC-dən, PubMed-dən, digər bizim üçün vacib olan BMJ, biz praktik, yəni bütün əsas bizim tibbə aid olan sosial layihələr var ki, onları biz nəzərimizdən qaçırtmırıq. Hər gün o yeni bilikləri öyrənirik, hər gün o yeni biliklərlə açılırıq ki və yeni konferanslara qoşuluruq. Məsələn, beynəlxalq səviyyədə istəyir Azərbaycanda, istəyir dünya Azərbaycandan qıraqda, onlayn şəkildə ya adi belə qoşularaq yeni biliklər əldə edirik, məlumatlar əldə edirik. Məsələn, mən keçən il təbibin təşkilatçılığı ilə biz olmuşduq müxtəlif rayonlarda. Məsələn, mən Zakatala rayonunda getmişdim, hansı ki, orada uşaqlarımızın peyvəndi ilə bağlı 5 gün ezamiyyətdə oldum. Mən orada çox acınacaqlı məqamlar gördüm. İnanırsınız, bəzi uşaqlarımız var idi ki, demək olar ki, peyvənddən qıraqda qalmışdı, peyvənddən yəni ki, vurulmamışdı. Yəni onlar inanmamışdı bu peyvəndin vurulmasına ki, niyə inanmamışdı? Çünki bəzi hallarda rayon yerlərində qorxurlar, çəkinirlər, bəzi hallarda həkimə ulaşa bilmirlər, yol çox uzaqdır.
qıraqdır, gələ bilmirlər, gedə bilmirlər. Uşaqlar peyvənddən qıraqda qalmışdı. Biz onlara başa saldıq, biz onları kət-kət, oba-oba, inanırsınız ev-ev gəzdik. Hətta orada evlərdə biz peyvənd etdik, hansı ki bizim termoçantalarımız var idi ki, peyvəndləri həmin o termoçantalara yerləşdirmişdik və onları ev-ev aparırdıq, bir-bir uşaqlara baxırdıq, yoxluyurduq və o uşaqların peyvəndini edirdik. İnanırsınız, bizə rayondan zəhlər gəlir. Hələ də bizim o insanlarla əlaqələrimiz var. Bizim ora yenə getməyimizi istəyirlər ki, nə yaxşı siz gəldiniz, bunları bizə izah elədiniz. Baxın, Bakıdan gəldi, həkimlərin bunları izah eləməyi onlara daha böyük bir motivasiya vermişdi. İnanırsınız, ondan sonra nə qədər valideynlər övladlarını peyvəndə gətirmişdilər. Həmin gün ərzində çoxlu sayda biz 4-5 gün orada qaldıq. Həm təlimlər keçdik, eyni zamanda maarifləndirmə etdik, eyni zamanda peyvəndləməni həyata keçirdik ki, hansı ki uşaqlar nə qədər, valideynlər nə qədər ürəklənmişdilər, nə qədər belə sevinirdilər ki, ay Allah da, yəni bizim rayonda bunu belə bir həyata keçir. Eyni zamanda nəinki Zaqatalada, Qaxda, Şəkidə, digər başqa rayonlarımızda, hətta mütəmadi olaraq bu layihə davam edir və bizim həkimlərimiz, digər ixtisas həkimlərimiz bizim rayonlarda bu müayinələri həyata keçirdirlər və çalışırıq ki, insanlara düzgün məlumatları verək, lazımlı məlumatları verək, hansı ki o məlumatlar ki bizim sağlamlığımıza vacib olan amillərdir. Biz sağlamlığımızın keşiyində durmaq üçün əlimizdə olan müxtəlif vasitələr var. Hansı ki o vasitələrdən istifadə etməyə bacarmalıyıq ki, biz xəstələnməyək, ən azından xəstələndiksə sağalmağımız üçün profilaktik müəyyən məsələləri bilək ki, tez bir zamanda xəstəlikdən canımız qutarsın və tam şəkildə sağlamlığımıza qayıdaq. Təbii ki, bunları etmək öz əlimizdədir. Əsas məlumatları verdiyim, düşünürəm ki, çox insana ulaşa bildim. Burada 623 nəfər desən izləyib bizi. Burada müəyyən məlumatları bilmirəm. TikTokda necə olur? Yəni canlı yayım açmamışam. 2 canlı yayımdır. Suallar istəyərəm ki, verəsiniz. Əgər kiməsə maraqlıdırsa, kiməsə nəsə sual qaranlıq qaldı, hansı məlumat onlara yanlış təsir bağışladı, hansı məlumat onlarda məsələn özgüvənsizlik yaratdı və yaxud da ki, hansı məlumat onlara daha bilgili məlumat yaratdı ki, onu mən istərdim ki, burada chat bölməsi varsa əgər, yazılarsa burada, onu qeyd eləsinlər, mən oxuyum və gələcəkdə hansı mövzularla bağlı olacaq efirlərim, çalışacağım ki, hər bir virus infeksiya, bakteriyal infeksiya haqqında heç olmasa bir 10 dəqiqə, 15 dəqiqəlik canlı yayım açım, onu sizin nəzərinizə çatdırım ki, bu xəstəliklər var və məsələn peyvəndlərimiz eləmək vacibdir, peyvəndlərdən qorxmaq lazım deyil, peyvəndlərə qorxmaq yox, peyvənd olunmayıb da yoluxduğu xəstəlikdən qorxmaq lazımdır. Məsələn, bəzi hallarda valideyn uşağına peyvənd elətdirmir, amma peyvənd eləməyib uşaqda göğüs-kürək yaranır. İnanırsınız 6 aylarla, 1 illərlə biz o uşağı müalicə edirik. Biz o uşağı sağalda bilmirik. Çünki müalicəsi demək olar ki, yoxdur. Müalicəsi demək olar ki, peyvənddir. Və o peyvəndi mütləq vurmalıyıq o uşağa. Salam doktor. Mənim oğlum kistoz fibroz xəstəsidir. Peyvəndlərə tərəddüd edirəm, zəhmət olmasa. Mən əksinə sizin övladınızda peyvəndin olmağını tövsiyə edirəm. Niyə? Çünki sizin uşağınızda kistoz fibrozdur. Bildiyimiz genetik xəstəliklərdəndir. Hansı ki, indiki dövrdə bizim daban testi deyilən bir testimiz var ki, hansı ki, o dövlət proqramlarında var və yeni doğulmuşlar arasında bu test edəriksə, daha tez erkən dövrlərdə bu xəstəliyin olmasını biz aşkarlaya bilirik. Məsələn, bu uşaqlar baxın, daha tez xəstələnə bilərlər bu uşaqlar və bu uşaqlar daha tez xəstələndiyinə görə mən tövsiyə edirəm ki, kim idi? Turan Səfərov. O uşaqlar daha tez peyvənd olunsunlar. Niyə? Çünki uşaq zaten immuniteti aşağıdır. Uşaqda zaten bir fon xəstəlik var, özdə kəskin bir xəstəlik hesab olunur. Bunlar müxtəlif dərman preparatları qəbul edirlər, bahalı dərman preparatlardır. Hansı ki, bəzilərin dövlət qarşılar, bəzilərin demək ki, qarşılamır. Bilirəm, bu sahədə bizim çox gözəl bir xanım var, Səadət xanım. Onun çox gözəl əməyi var. Həqiqətən mən o xanımı alqışlayıram. Kistoz fibroz cəmiyyətinin sədridir. Bizim keçən ayda əsən olmuşdu. Bir gözəl bir konferans olmuşdu. Bundan bağlı çox gözəl məlumatlar orada səslənmişdi. O uşaqları mən düşünürəm ki, pediatrın nəzarəti altında dərinlənmiş müayinəsi olduğu halda baxaraq o uşağın mütləq ki, peyvəndi olunmalıdır. Salam doktor, 2 yaş uşaq üçün iştah açıcı vitamin hansını məsləhət edirsiniz? Yemək yemir. Deməli, Amir yazıb bunu bizə. Təşəkkür edirəm sualınız üçün. Bu sualın cavabı birinci növbədə nə etmək lazımdır? 2 yaş uşaqdır. 2 yaş uşaq peyvəndlərini alıbmı? Uşaq 2 dəfə nə yeyib? Ana südü ilə qidalanıbmı? İndiki qidalanmasında necədir? Uşağın qanı bir yoxlanılıbmı? Qanda qanazlığı varmı? Anemiya varmı?
daha çox uşaqlarda dəmir defisiti olarsa, biz uşaqlarda iştah azlığı görə bilərik. Niyə? Yəni uşağın iştahı azdır deyib də biz uşağa hər hansı bir iştah açıcı dərmanın verilməsini tövsiyə etmirik. Niyə? Çünki biz burada ancaq iştahı açacağıq. Düzdürmü? Açdıq. Müəyyən bir dərman preparatını verdik. O uşağa müəyyən mərkəzi artıq iştah açıcı dərman verdiyimizə görə istər-istəməz mərkəz tələb edəcək ki, mən qida istəyirəm. Verdik. Dərman preparatı bitəndən sonra təbii ki, uşaqda yenə də aclıq yaranacaq. Amma biz məsələnin əsasına enməliyik. Bu uşaqda nə problem var? İştahının sızlığının səbəbi nədir? Bəlkə o uşaq daha çox şirniyyat yeyir. Bəlkə o uşaq daha çox, məsələn deyirəm, qidalanmasına əti zulalı yoxdur. Yəni bu uşaq daha çox abur-cubur yeyərsə, daha çox şirniyyat yeyərsə, təbii ki, o uşağın iştahı olmayacaq. Onunla yerini doyduracaqdır. Konfet su və hər hansı bir şirin şeylər və bu uşağın heç bir iştahı olmayacaqdır və yaxud da altda yatan müxtəlif problemlər ola bilər. Məsələn, dəmir azlığı ola bilər, dəmir defisitli anemiya ola bilər. Məsələn, uşaqlarda dəmir azlığı görəriksə, o uşaqlarda heç vaxt iştah ola bilməz. Hətta o uşaqların böyük yaşlarda mənimsəmə qabiliyyətləri belə zəif olur, aşağı düşür. Niyə? Çünki oksigen tam oksigen qanla zənginləşmir, dəmirlə zənginləşmir, hemoqlobininiz dəmirlə zənginləşmir və oksigen azlığı yaranır ki, onun mənimsəməsi aşağı düşür və ona görə mütləq qanı oksigenlə zənginləşdirmək, dəmir preparatlarını vaxtında vermək, bayaq dediyim 4 ayından profilaktik başlamaq, hansı ki anemiyanın vəziyyətinin qarşısını almaq. Təkcə dəmir defisitli anemiya deyil ki, fol turşusu ilə bağlı, B12 vitamini ilə bağlı da bizim anemiyamız ola bilər. Biz onu diqqətdə saxlamalıyıq. Yəni qan analizinə baxmaqla ən azı biz onu həkim olaraq bilirik. Ona görə də mütləq şəkildə o altda yatan səbəbi bilmək lazımdır ki, biz bilək ki, bunda bu problem var və bu problemi aradan qaldıraq. Və yaxud da uşaqda hər hansı bir mədə bağırsaq problemi ola bilər, uşaqda qurt xəstəliyi ola bilər, uşaqda anemiya ola bilər, qəbizlik ola bilər və yaxud da dişində müəyyən problem ola bilər. Baxın, bütün bu şeylər və yaxud da ki, uşaqda ailə problemləri, inanırsınız, ailədə ananın, atanın bütövlüyü, ailədə ananın, atanın bir-birinə qarşı sağlam münasibətləri, eyni zamanda əgər ana-ata arasındakı münasibətlər sağlamdırsa, mehriban bir ailə varsa, o uşaqlarda demək olar ki, problem görmərik. Ona görə bu şeyləri diqqətdə saxlamaq lazımdır. Niyə? Hamısı bu uşağa təsir edən bir amillərdir. Məsələn, biz deyirik, uşaqdır, heç nə başa düşmür, dərk eləmir, amma inanırsınız ki, bütün bu şeylər hamısı uşaqda şuur altına yazılır və uşaqda növbəti etaplarında, növbəti yaş mərhələlərində özünü qabarıq şəkildə bildirir. Durduğu yerdə uşaq tutaq ki, 5 yaşında danışmadı və yaxud da uşaq durduğu yerdə hər hansı bir məsələn deyirəm də, hər şey yaxşıdır, belə bir problem çıxdı ortaya, hansı ki, dövründən gələ həkim nəzarətində olan uşaqda heç bir problem yox idisə. Yəni bütün bu şeylər hamısı uşağa təsir edən amillərdir. Ona görə də iştah açıcı dərman deyəndə mən həmişə bu şeyləri diqqətə salıram ki, valideyn düşünsün ki, bax bunları eləmişəmmi? Bu uşağıma bunu verirəmmi? Məsələn, sağlam qidalanması üçün uşağıma məsləhət verirəmmi ki, məsələn, bu kökü yeməlisən, sən bunu aparmalısan, tutaq ki, məktəbə, bu sənin uzanmağın üçündür, bu sənin göz inkişafını xeyir etmək üçündür, bu almanı yersən sənin bağırsağının xeyrinədir, ona görə verirəm bu almanı sənə. Yəni uşaq dərk etməlidir ki, yediyim budursa, yediyim kökdürsə, almadırsa, artıq bu mənim hansı orqanımın sağlamlığı üçün vacibdir, onu başa düşür. Dərk edən uşaq, inanırsınız ki, onları yeyəcək. Uşaqlara kitabların oxunması da burada çox vacibdir. Uşaqlarla ümumiyyətlə işləmək, danışmaq, söhbət etmək, onlarla oxumaq, öyrənmək, bunlar da uşağın inkişafına müsbət təsir göstərir. Uşaq ilgisiz qalacaqsa, uşağa heç bir ana-ata nəvazişi olmayacaqsa, uşaq ümumiyyətlə qıraqda qalacaqsa, onun ümumiyyətlə yeməklə, içməklə, geyinməklə, ruhsal durumu ilə heç kim məşğul olmayacaqsa, təbii ki, uşaqda iştahsızlıq da yaranacaq, digər başqa problemlər də yaranacaq. Qane etdimi mənim cavabım sizi? Təşəkkür edirəm mən də sizə. Suallarınız varsa burada yazın, qeyd edin və mən sizin təbii ki, suallarınıza böyük məmnuniyyətlə cavab verəcəm. Necə deyək, bildiklərim sayəsində, bildiklərimi deyəcəm, bilmədiklərimi təbii ki, öyrənib sizlərin nəzərinə çatdıracağım. Öyrənmək hər zaman vacibdir. 1400 nəfər bizi izləyir. 1500 hətta 1500 nəfər bizi izləyir, çox gözəl və mən istərdim ki, bu canlı yayımımızı izləyənlər bu canlı yayımı bilməm sonra paylaşmaq olurmu ya yox, onu bilmirəm. Əgər olursa nə gözəl. Mən bayaqdan danışdıqlarımı mən çox istərdim ki, çox insan bilsin və çox insana ulaşsın. Bu mövzu vacib mövzudur, immunlaşdırma həftəsidir. Hətta bizim poliklinikamızda birindən başlamışıq, amma dünya üzrə 24-dən başlanır. Ta aprel ayı 30-u daxil olmaqla, amma bizim ölkəmizdə mayın 3-ü daxil olmaqla, yəni peyvənd
peyvənddən qıraqda qalan, uzaqda qalan, çata bilməyən, əl çatmazlığı olan, hansı ki valideyn var ki, peyvənd edə bilməyib, uşağının 1 yaş 6 ayda heç bir peyvənd etməyib də uşağına. Təbii ki, yenə də poliklinikaya müraciət edə bilər, həkiminə müraciət edə bilər, bizə müraciət edə bilər. Bizim öhdəmizdədirsə, bizim ixtiyarımızdadırsa, bizim sahəmizdədirsə, biz ona köməklik edə bilərik və tam təmənnasız şəkildə təbii ki, onun peyvəndlərini həyata keçirə bilərik. Əsas odur ki, bizim övladlarımız sağlam olsun, dünyamız sağlam olsun. Biz öz övladlarımızla, ətrafımızdakı insanların övladlarının sağlamlığına məşğul olaraqsa, təbii ki, özümüzə də bir növ kömək etmiş olaraq. Çünki onlar da bizim balalarımızdır, onlar da bizim övladlarımızda eyni mühiti paylaşırlar. Nə qədər kollektiv immunitet yaradarıqsa, daha çox insan peyvənd alarsa, bir qədər xəstəlik azalacaq. Təbii ki, peyvəndlənməyən insanlar da olacaq, peyvəndi olmayanlar da olacaq. Bu mütləqdir, yəni bilirəm. Çünki insanlıq halıdır, hərənin bir fikri var. Amma mən çox istərdim ki, insanlar düzgün məlumatlar öyrənsinlər, düzgün məlumatlara ulaşa bilsinlər, düzgün məlumatları oxusunlar. Çox insan məlumat paylaşa bilər, çox insan hər hansısa bir nəsə deyə bilər, amma oxumuş, bilmiş, düzgün, qərarlı, özünə inanan, öz biliyinə inanan, özünün yoxlanışına inanan həkimin məlumatına inansınlar ki, övladlar da sağlam böyüsün. Burada deməli mənə like translyasiya yazırlar, yəni bəyənirlər, ürəklər atırlar. Təşəkkür edirəm, minnətdaram. Düşünürəm ki, bu canlı yayım çox məhsuldar oldu və çox insana biz ulaşa bildik. 2600 nəfər bizi izləyir. O deməkdir, görəm bu. Düzü, mən bilmirəm bunu. Amma burada 2000, hətta 2700 yazılıb. Ay, tanış insanları görürəm. Turan Səfərov, Naybə xanım, necəsiniz? Dostlarımız buradadır. Salamlarımı bildirirəm hamıya. Xoşbəxt günlər arzu edirəm hər birinizə. Can sağlığı arzu edirəm hər birinizə. Düşünürəm gözəl yaz fəslidir artıq. Ağaçlarımız çiçəkləyir. Heyva ağacının elə gözəl çiçəkləri var ki, adamı belə valeh edir. İyi bir cür adamı valeh edir. Görünüşü bir cür valeh edir. Ruhumuz oxşuyur. Heyva çiçəkləri burada çox xeyirlidir. Ürək üçün çox xeyirlidir. Onun dəmliyib içmək çox xeyirlidir. Onu diqqətinizə çatdırım. Hətta heyvanın yarpaqları belə çox xeyirlidir və onun yarpaqlarından müxtəlif yeməklərin hazırlanması və eyni zamanda çayının dəmlənilib içilməsi bəzi hallarda qurt qovucu təsirə malik olur. Bunu da sizə bir məlumat olaraq bildireyim. Yəni çox xeyirli bitkidir. Heyva bitkisi. Hansı ki o bitki ürəyi çox qoruyur. Hətta bizim müqəddəs kitabımızda da bu haqda yazılıb. Məhəmməd Peyğəmbər də bu haqda məlumat bildirir. Bu nədir? Burada gəldi. Deyir 5 dəqiqədən sonra deyəsən bitəcək canlı yayım, eləmi? O deməkdir bu. Nədir bu? Ok gelir. Bunu deyir, 2 dənə eyni formanı seçin. Mən də bilmirəm nədir, sonra gəlir. Deməli. Xeyr, doktor, izləmə sayı deyil, o sizə ürək atıb bəyənənlərin sayıdır. Eyb yox, 2900. Nə gözəl, 2900 nəfər deməli ürək atıb. Çox gözəldir bu mənim üçün. Bəlkə də azdır, bilməm, çoxdur, nədir bilmirəm, amma yəni 2900 ürək, yəni 2900 nəfər deməkdir, yoxsa prost 2900 ürək deməkdir. O əgər kistos fibroz xəstəsidirsə, əgər o uşaq, onda o öskürəklər ola bilər. Amma 7 yaşı var və sağlam uşaqdırsa, bitməyən öskürəyi varsa, orada bir parasitar xəstəliklər aşkarlamaq lazımdır, bir allergik panelə baxmaq lazımdır, bir allergiyanı yoxlamaq lazımdır. Mədə bağırsaq traktı mütləq yoxlanılmalıdır. Parasitar xəstəliyi varmı, yoxmu, ona baxmaq lazımdır. Çünki məsələn, quru öskürəklər, bəzi hallarda uşaqlarda tik formasında olan öskürəklər parasitar helmintozlardan xəbər verir bizə. Bağırsaqda müəyyən parazitlər, qurtlar, hansı ki orada müəyyən Ascaridaliamblia olanda. Bu sağlamdır, qardaş. Bax, burada yenə də deyirəm, o uşaqda dediyim kimi bu məsələlərə araşdırmaq lazımdır. Qurt xəstəliklərini
Mütləq gastroezofagal reflüksı yoxlamaq lazımdır. Mədə qıcqırması, gəyərməsi varmı? Çünki mədədən də qida borusuna hər hansı bir qidanın qayıtması orada reflektor olaraq qıcıq yarada bilər. Uşaqda sanki qıq belə öskürməklər yarada bilər. Parazitar xəstəliklər mütləq ki, onların müəyyən qurd xəstəlikləri var ki, toksinlər nifraz olunan vaxtında orada müəyyən deməli toksinlər gəlir, ağız boşluğuna çıxır. Onların müəyyən dövr müddətləri var. O da uşaqda öskürək yarada bilər və yaxud da hər hansı bir keçirilmiş xəstəlikdirsə, pnevmoniyadırsa, xəskin bronxitdirsə, sonradan çevrilmiş xroniki bronxitdirsə bir müayinə lazımdır. Bir çoxdanın öskürəyidirsə, ən azı 2 ayın, 3 ayın öskürəyidirsə bir rentgen müayinəsi lazımdır. Baxılmalıdır. Bronx damar şəkli güclənməsinə, akciğərdə hər hansı bir iltihabi kürgəlikləri varmı, yoxmu? Onlar araşdırılmalıdır. Boğaz etinə diqqət etmək lazımdır. Ağızda hər hansı bir infeksiyon prosesi varmı, yoxmu? Bakterial infeksiyanın olmağına baxmaq lazımdır. Streptokok mənşəli, ya stafilokok mənşəli diqqət etmək lazımdır. Onlar hamısı öskürək yarada bilən məlumat deməli agentlərdir. Əsnəməyin səbəbi nədir? Əsnəməyin səbəbi oksigen çatmamazlığında olur. Məsələn, əgər qapalı mühitdəsinizsə, orada pəncərə açıqlığı yoxdursa, hər hansı bir məsələn pəncərədə bir qədər açıqlıq qoymuruqsa, artıq orada istər-istəməz oksigenin miqdarı azalır. Oksigenin miqdarı azaldığına görə qanda təbii ki, bu oksigen azlığına gətirib çıxardır, başda dumanlanmaya gətirib çıxardır və əsnəmək o səbəbdən ola bilər. Yəni əsnəməyə daha çox ondan hesab edirik. Canım Aygün Pərvin Tovuzlu, çok sağ olun, teşekkür ederim. Ben de teşekkür ederim Turan Səfərov. Çok mesajlar var. Neyse kaçırdaram, bilmərəm. Deməli belə. Magni B6 deməli bu bir dərman preparatıdır. Həm maqnezium var tərkibində, həm B6 vitamini var. Daha çox bilsəz halda təsadüfidir. Qan dövranının sürətlənməsi məqsədi ilə istifadə edə bilərsiniz. Məsələn, ayaqlarda əgər ağrılar varsa, məsələn müəyyən atmalar varsa, müəyyən tiklər varsa, orada çox gözəl təsir göstərir. Daha çox belə vəziyyətlərdə, məsələn əsnəməkdə daha çox tərcih edirəm beyin qan dövranını sürətləndirən L-karnitin tərkibli hər hansı bir məhsulların istifadə olunması. Çünki orada maddələrin mübadiləsiz sürətlənəcək, beyin qan dövranı zənginləşəcək, oksigenli daha çox, yəni L-karnitindir, oksigendir, daha çox təbiətdə olmaq, açıq havada olmaq, daha çox suyun qəbul edilməsi, kompüterdən, telefondan, Wi-Fi olan mühitlərdən bir qədər uzaqda qalmaq, bunlar mütləq vacibdir. Fast food qidalardan uzaq qalmaq mütləq vacib amillərdən biridir. Bax, belə bir dövrlərdə maqni B6 kür problemi yoxdur. Təbii ki, istifadə edə bilərsiniz. Mənim də sevdiyim preparatlardan biridir. Uşaqlara hətta yazırıq biz onu. Çox da gözəl effekt verir maqni B6. Çünki həm maqnezium var, həm tərkibində B6 vitamini var. O çox gözəl həm əsəb sakitləşdirici kimi, sinir sisteminin tənzimləyicisi kimi B6 vitamini pridaksin, hansı ki o çox böyük effektə malikdir və maqnezium vacib olan mikroelementlərdən hesab edirik. Çox vacibdir. Hətta maqnezium çatmamazlığında biz orada əsmələrdir, səyrimələrdir, tiklərdir, məsələn ayaqlarda xüsusən atmalardır. İnsanlar deyir, məsələn, yatdığım yerdə ayağım yuxarıya qalxır, doğru qalxır. Orada çox gözəl effekt göstərir həmin o maqnezium preparatının istifadə edilməsi. Bunu hardan buradan keçirmək lazımdır. Burada выйти var, oradan görə. Светит 89 лучше выехать D5. Добавить. Hamıya bir daha salamımı bildirirəm. Salam yazırlar. Çox sağ olumu bildirirəm izlədikləri üçün. Yaxın bu neçə dəqiqədir bilmədim. Bir canlı yayım açmışdım. Onu dinlədikləri üçün, öz suallarını verdikləri üçün. Təbii ki, suallar az oldu. İstərdim suallar çox olsun və mən sizin suallarınızı çox belə böyük məmnuniyyətlə cavab verərəm. Və istərdim ki, bu haqda bir düşüncələrinizi, fikirlərinizi bölüşəsiniz ki, bir fikir mübadiləsi olsun ki, bilək ki, biz burada bugün nə qazandıq. Çünki hər bir şeyin səbəbi olur, səbəbdən sonra nəticəsi olur. Yəni nəticə çox önəmlidir. Yəni biz nə əldə etdik, nə öyrəndik bugün bizim üçün vacib oldu mu?
Günil xanım, salam, necəsiniz? Psixoloq Günil xanım Kərimova buradadır, bizi izləyir. Dostlarımız sağ olsun, bizə yazanlar sağ olsun. Hərçənd ki, telefonu avia rejim proqramına qoymuşam ki, mənim də telefonda narahatlıq olmasın, zəklər falan gəlməsin ki, canlı yayımımız çox belə səmərəli keçsin. Sizi hansı mövzular maraqlandırır? Direct yaza bilərsiniz. Bilmirəm, bu canlı yayım qalacaq, qalmayacaq, onu da bilmirəm. Sən YouTube'da canlı yayım açanda o canlı yayımlar qalır. Bəzən onu biz sonra paylaşa bilirik link formasında. Bilmirəm, amma bu olur mu, olmur mu? Vaxtda məlumatlarım yoxdur. Yəqin ki, bunu bilənlərdən soruşacağım. Ki, bunu necə edək, save edək, saxlayaq. Belə. Çalışacağım başqa mövzulara toxunaq. Həm xəstəliklərlə bağlı, həm profilaktika ilə bağlı, həm dərman preparatları ilə bağlı, eyni zamanda uşaqların hər hansı bir xəstəliklərinin müalicəsi ilə bağlı, doğru yönlənmə ilə bağlı bu şeyləri diqqətinizə çalışacağım ki, çatdıram. Bizi izləyənlər, bunu paylaşanlar təbii ki, çox olar ki, biz də bunlara daha çox necə deyim, ürəklə hazırlaşaq ki, sizlərə gözəl məlumatları verək. İnanırsınız, bugün hazırlaşmadan elə bu canlı yayım açdım. Bugün yoxlamadaydım. Çox yorulmuşdum, amma düşündüm ki, bunu edeyim. Bir başlanğıc olsun, başlayaq və sonra təbii ki, yenə də profesional şəkildə idarə edərik. Təbii ki, bu hələ ki, özüm açdığım bir canlı yayım idi. Evdə idik. Sizlərə istədim bu məlumatları verəm. Çox istəyirəm ki, insanlar düzgün məlumatları bilsin. Hər zaman bunun tərəfindəyəm. Bunun maariflənməsini edirəm və bundan böyük bir zövq alıram. Düşünürəm ki, bu işdən böyük bir zövq alıram və bu mənim ruhumu demirlər ki, qidalandırır. Həqiqətən ruhumu oxşayır. İnsanlar nəsə düzgün məlumatları biləndə, onlar öyrənəndə mənə də elə bil ki, missiyamdır da. Mən düşünürəm, mənim missiyam budur. İnsanları düzgün yola çəkmək, düzgün məlumatlarla bilgiləndirmək. Deyir, добавить поздравляем, автор трансляции. Suallarınız yoxdursa əgər, mən yavaş-yavaş canlı yayıma bağlayım və növbəti günlərdə inşallah ki, çalışacağım, tez canlı yayım açam və sizi lazım olan, maraqlandıran, aktual olan, günümüz üçün, dövrümüz üçün məlumatları sizin nəzərinizə çatdıram. İzləyənlərə təşəkkür edirəm, ürək atanlara da təşəkkürümü bildirirəm. Əziyyət çəkdiniz, dinlədiniz, vaxtınızı ayırdınız. Ən azından düzgün məlumatlara qulaq astınız. Buna görə çox rahatam, vicdanım rahatdır ki, sizə ən gözəl və ən doğru, ən son məlumatları çatdıra bildim. İzlədiniz, bəyəndiniz, sənə xoş mənə. Uğurlar arzu edirəm hər birinizə. İlk növbədə can sağlığı, uzun ömür, ailə xoşbəxtliyi, özünüzün xoşbəxtliyinizi qadın olaraq, kişi olaraq, övlad olaraq hər bir zaman, hər sahədə xoşbəxtliyi diləyirəm, arzulayıram sizlərə. Hələlik sağ olun, uğurlar sizə. Bunu necə kopya edəcəm belə? Hələlik sağ olun, gününüz uğurlu olsun, xeyirli olsun, axşamlarınız xeyirli olsun. Hər zaman sağlam olun, sağlam düşünək, sağlam qidalanaq, sağlam insanlarla oturub duraq və bir-birimizə gözəl, pozitiv nüansları ötürə bilək, bir-birimizi xoşbəxt etməyə bacaraq. İnşallah və amma bizə uyğun olmayan, ruhumuza, fikirlərimiz uyğun olmayan insanlardan təbii ki, uzaqda qalmaq lazımdır. Çünki bizi zədələyə bilərlər.
Uğurlar əzizlərim, minnətdaram izlədiyiniz üçün. Yaxşı ki varsınız və sizin suallarınız olarsa mənə təbii ki direktdə yaza bilərsiniz. Orada mesaj bölümü yeri var. Məncə ona yazmaq olar və mən sizin çalışacağım suallarınıza cavab verim. İmkan olduqca. Oldu. Hələlik salamat qalın.